Burada qiymət sadəcə vaxtla ölçülür. 1 saat 4 manat və ya başqa məbləğ. Bu qiymətə burada olan bütün oyunlar eyni zamanda çay və şirniyyat da daxildir. Söhbət antikafedən gedir. Son illər paytaxtda antikafelerin sayı artmaqdadır. Bu məkanlar isti və sakitləşdirici içkilərin, bəzən də şirniyyatların təqdim edildiyi, amma kafe olmayan görüş məkanları sayılır. Mahiyyətinə görə antikafelərdə xidmətlər yox, dəqiqələr satılır. Bizim antikafeleri açmaqda məqsədimiz daha çoxunluqda tələbələrin bir yerdə rahat vaxt keçirə biləcəyi yerlərin yaradılmasındaydı. Ona görə də son günlərdə, son dövrlərdə belə deyək, Azərbaycanda antikafelerin sayı daha da getdikcə artır. Çünki burada həm qrupluqla, həm də fərdi şəkildə vaxt keçirmək daha uyğundur, daha münasibdir, daha sərfəlidir. Bu səbəbdən də antikafeler bunu sizə təklif edir ki, siz sadəcə əyləşdiyiniz zaman üçün pulu ödəyəsiniz, ödəniş eləyəsiniz və bu zamanda çay, kofe, şirniyyatlar, qazlı içkilərdən istifadə edəsiniz. Burada məqsəd bizim üçün elə də böyük qazanc olmasa da daimi insanların gəlib getdiyi bir yer olmaq və bu şəkildə də böyüməkdir. Antikafelerin əsas auditoriyası gənclərdir. Burada onlar dostları ilə görüşür, dərs oxuyur, bəzən də sakit bir mühitdə vaxt keçirirlər. Qiymətlər münasib görünsə də, bəzən xidmət və keyfiyyətlə bağlı fərqli fikirlər səslənir. 1 saat içində həm bütün oyunlar pulsuzdur, yəni 4 manatın içinə daxildir, həm də bütün şirniyyatlar, yəni limitsizdir, çay, kofe, içkilər, qazlı içkilər, yəni hamısı limitsizdir və 4 manatın içinə daxildir. Bu da çox sərfəlidir. İlk dəfə bura gəlməyimə baxmayaraq çox maraqlı vaxt keçirdirəm. 1 saatın içində müxtəlif oyunlar da oynayaraq 1 saatı maksimum dərəcədə dəyərləndirmək olar. Antikafelərdə vaxt sadəcə dostlarla zamandan ibarət deyil, masaüstü oyunlardan kitab rəflərinə qədər nə görürsünüzsə, hamısı insanları bir araya gətirir. Məsələn, belə oyunlar həm diqqəti artırır, həm də stressdən uzaqlaşdırır. Yəni, bura gələnlər yalnız əylənmir, həm də gündəlik gərginlikdən uzaqlaşırlar. Bəzi antikafelərə isə müştərilər özləri ilə qidalar və içkilər də gətirə bilir. Çünki bu məkanların təyinatı qidalanmaq deyil, ünsiyyətdir. Əzizə Mahmudzadə, Vahid Zalov, Röya Salmanova, Telesəhər.